sürücülər baxsın. Bu nişan bir tərəfli yol nişanıdır. Yolun bütün zolaqları eyni üzrə bir istiqamətdə təşkil olunmuş yol yaxud hərəkət hissəsi deməkdir. Yəni bu nişan qoyulmuş yolun iki zolaq olmağına baxmayaraq, yolun hər iki zolağı qarşıya getmək üçündür. Burada əks zolaq yoxdur. Bəs yaxşı, bu yola qoşulmaq istəyən avtomobillər nə bilsin ki, bu yol bir tərəflidir, bilməzlər bu yolun əks tərəfinə dönərlər. O nöqteyi nəzərdən bu yola qoşulmaq istəyən avtomobillərin qarşısında belə bir uzununa bir ox qoyulub. Bu nişanın adı bir tərəfli yola çıxış nişanıdır. 5-7-1. Ox istiqaməti, yəni oxun istiqaməti soldan sağa göstərir. Yəni sürücü, kəsişən yol bir tərəflidir. Birdən bilməzsən, bu nişanın əks tərəfinə, yəni sola doğru gedib hərəkət edərsən, olmaz. Amma bu nişan o demək deyil ki, sürücü ox istiqamətində hərəkət etməlidir. Yəni mütləq sağa dönməlidir. Xeyr. Bu nişanın təsir sahəsində düzünə də getmək olar. Geriyə də qayıtmaq olar. Ox istiqamətində, axın istiqamətində dönmək də olar. Nişanın əks tərəfinə dönmək olmaz. Əgər kəsişən yol sağdan sola doğru olsaydı, o halda bu nişan tətbiq olunardı. Yəni oxun əksi solu göstərərdi. Yəni 5-7-2. Altındakı yol verin nişanı demək istəyir ki, kəsişən yol bir tərəfli olmağı ilə yanaşı baş yoldur. Yəni kəsişən yol həm də baş yoldur. Həmin o baş yola yol ver, sonra hərəkətini davam etdirə bilərsən. Diqqətiniz üçün təşəkkür edirəm. Sizin Lazər Quliyev idi.